Orada oturan xanım 6 aylıq hamilədir. Və niyə bizimlə sənə gəlir? Ata kimdir? Zəkiyə elə bil burada deyil. 100 dənə burada müzakirələr gedir. Zəkiyə hələ. Ay Zəkiyə, səni buraxan deyiləm, narahat olma. Buraxmaram, buraxmaram. Getməyəsən heç yerə. Qoyun mən dəyərli Natiq doktorumu salamlayım. Əzizim xoş gəlib, səfa gətirib, şəfa gətirib. Buyur gəl. Sonra vaxtımız olmur. Deməli, bir yeni xəstəmizi, cütlüyümüzü istəyirik. Aslanla... Aslan. Mən dedim. Mənim ağzımdan çıxdı. Aslan istəyir ki, Ceyranın axı nənə olsun. İnşallah. Gəlin. Sürprizi pozdunuz. Hə, sürprizi poza bilmək, artıq saxlaya bilməzdim bu sürprizi. Çünki bu açılmalıydı, ən azı sizə müraciət ediblər. Bəli, Zahir müəllim. Biz istəyirik, Natiqə kimi salamlayıram. Minnətdaram, Allah getdiyi ziyarətləri qəbul eləsin. Allah sizin anavıza can sağlığı versin. Çox sağ olun, minnətdaram. Ümidimiz sizsiz, yəni inşallah da sizə üz tutmuşuq. İnşallah. Əvvəlallah, narahat olmayın. Sağ olun, istəyirik bir müayinənizdən keçək. Bəlkə bu ata olsa düzələr. Mənim ən böyük arzum oldu. Hə, yəni o ata olsa düzələr. Mənim ən böyük arzum oldu. Onu kim ata eləyəcək? Bunu da demək istəyirəm ki, var idi. Var idi, prosto indi ardın doktor özü deyər. İnşallah. Qız olsa adını Ceyran qoyarsınız. Nədir? İstəmirsən? Hə? Mənim üçün problem yox. Ceyran qoymasın Ceyran adını. Niyə? Ceyran bir dənə olmalıdır. Yaxşı, onun adını qoyaq Cüyür. Maral. Maral, maral, maral. Mənim demək düşmür, tək bir fərq eləmir, oğlan ya qız, amma qız övladım olsa adını Cəvahir qoyacam. Niyə Cəvahir? Çünki ana nənəmin adıdır. Ceyran anasının adı Bəli. olmazsa. Qoysunlar onu. İstəsə istəməsə də qoyacam. Cəvahir qoyursan qoysunlar. Hə? Çünki mənim öz anam da dünyaya gələndə öz anasının üzünü görməyib. Mənim ürəyimdə çarsudur. Cəvahir. Cəvahir. Oğlan olsa, Onun yoldaşım seçim edəcək. sən nə adı istəyərsən olsun? Yox. Sən atanı bizdən niyə qoruyursan ki? Hı? Atanın nömrəsini vermirsən, atamla danışmayın, atamla heç kim söhbət eləməsin. Niyə icazə yoxdur? Kimin icazəsi yoxdur? Niyə? Tapşırığı var. Tapşırığı var. Amma atan gəlib gedir də sizə. Cəb gedir. Doğrudan. Bəli, bəli. Neçə dəfələr olub, gəlib də, gedib də. İndi maması da gələcək, biraz da mən... Desə anası ilə soyuq deyiləm. Yox, estağfurullah, heç vaxt. Hər ikisi, yəni, belə deyim də, bir həftədir, yəni biz bir yerdəydik, yəni yanımdaydı. Bildilər, xəbər tutdular, dedilər, gələrsiniz, ya biz atası gəlmək istəyirdi. Gəlib atası sizə dəqiq. Bəli, 100% var mən, 100%, çox şükür. Nə deyir, razı səndən? Bəli, Sən çox istəyir. bəli, hər ikisi. İkisini də salamlayıram. Ceyranı görməyiblər də hələ. Görüblər, anam, maması... Yox, yaxından. Yaxından atası görüb. Atası görüb. Yaxından görüb. Bəli, bəli. Televizorda hamı görür. Yox, yaxından görüb. Anası ilə də ki, telefon danışıqları olubdu, yəni. Belə üzbəz görməyiblər bir-birlərini hələ ki. Amma telefon danışıqları olubdu. Yəni, hər şey yaxşıdır, normal. Nə deyirəm, Allah xoşbəxt olsun. Oturun biz hələ müzakirələrimizi eləyəcəyik, amma Natiq həkimin bir uğuru da var. Uğurumuz kimdir? Gəlsin studiyaya. Pakizə xanım, gəlin.
Hoş gəlmisiniz Pakizə. Necəsiz? Salam aleyküm, necəsiz? Xoş gördük. Biz sizi təhvil vermişdik Natiq həkimə. Ginekoloji bir problem var idi. Nə baş verdi? Nə oldu? De görək. Salamlayıram hamı tamaşaçıları, doktor əyləşənləri. Çox sağ olsun Natiq doktor təmənnasız əməliyyat elədi. Allah razı olsun. Allah kömək olsun. Nə idi problem doktor? Zəhmət olmasa deyərdiniz də. Evet, xanımda böyük adenomiyoz ocaqlar vardı, çox böyük və o qədər qanaması olurdu ki, hətta hemoqlobini 4-ə düşmüşdü. Vay vay. Hə, çox. Bizə profuz qanama ilə gəlmişdi. İlk gələndə, müraciət eləyəndə. Şükürlər olsun, hemoqlobin də qalxdı, hər şey əla oldu. Allah razı olsun. Yəni sizdən bu də. o sırf o düyünlərə bağlı Bəli, olan böyük düyünlərə bağlıdır. Biz əməliyyat elədik, laparoskopla. Bir gün klinikada saxladıq, daha sonra evə buraxdıq. Hər şey yolunda, Allahın şükür izni ilə. Allaha. Allah sizdən Çox sağ razı olun, olsun doktor. təşəkkür Siz sağ olun, edirəm. var olun. Sizin övladınız var mı? Hə, var. Var. Sadəcə olaraq ginekoloji problemlə müraciət Problemim var etmişdiniz. idi, hə. Çox Vəziyyət gözəl və olsun. mən bugün çox sevinirəm ki, siz bugün ayaq üstəsiz. Çox sağ Siz bugün olun, sağlamsınız. təşəkkür Əsas odur ki, sağlamlığınıza qovuşmusunuz. Düz, Yəni bilirsiniz, bu bəzən hətta mən əminəm ki, həkimlər əgər bir övlad o insanın həyatını puç edəcəksə, məhv edəcəksə, heç buna razı olmazlar ki, o adam Əlbəttə. hamilə qalsın. Çünki əvvəla bu insanın özü əsasdır. O vacibdir. Sən öz həyatını təhlükəyə atıb növbəti bir uşağı dünyaya gətirəcəksənsə, burada bir problem olur. Bunu mən niyə dedim? İndi deyəcəm, bu sizə aid deyil. Keçin zəhmət olmasa. Doktor, mən bunu Aydənə görə dedim. Çünki Göyçə xanım da Aydan da və hər kəs deyir ki, o, bilmirəm, kimsə deyib ki, bu 30 yaşına qədər mütləq ailə qurmalıdır, olmalıdır, övlad olmalıdır, ondan sonra olmazsa olmaz, belə bir şey olur. Bilmirəm, belə bir qayda varmı? Yəni ki, mütləq bu yaşa qədər ailə qurmalıdır. Hansı problem ola bilər ki, o ana olaraq uşaq dünyaya gətirə bilməsin? Əslində bütün guideline-lar, protokollar yazır ki, qadının fertil yaşı 36, bəzi protokollar 35 yaşa qədərdir. 35 yaşa qədər evlad gətirməlidir dünyaya. 35 yaşdan sonra evlad dünyaya gətirən qadınların evladlarında Down, başqa bu türlü genetik xəstəliklər daha çox üzə çıxa bilir. Ola bilər. Ola bilir, ola bilir. 100% deyil. Yəni yaş artdıqca, eynən aşağı yaşda da 16, 18 yaşdan aşağı, 16 yaşda, 15 yaşda bunlarda da genetik xəstəliklər ola bilir. Ona görə limit yaş 18, 35, 36 yaş arası götürülür. Kənara çıxmalar vardır. Nə zaman tez ailə qurur, evladın olsun, onu biz də deyirik. Yumurtalıqların rezervi az olanda. Məsələn, qız uşağı adət düzənsizliyə ginekoloqa müraciət edir. Müayinələr zamanı hormonların balansına baxırıq biz. Hansı hormon yüksək olmalıdır, hansı normal olmalıdır, hansı aşağı olmalıdır. Onlarda dizbalans olanda bəzi hormonlar, məsələn, AMH dediyimiz o aşağı olduqda, il-ildən düşdükdə biz təcili ailə qurur. DH-mız aşağı olanda təcili ailə qur. FSH-ımız qalxdıqda deyirik ki, təcili ailə qur, ana ola biləsən. Yoxsa ana olmaq şansın azalır. Bundan əlavə yumurtalıqların şişləri vardır. Xoşxassənin şişlərində ki, bunlar getdikcə böyüyür. O əməliyyatdan sonra biz məsələn böyük endometrioz kistlər 15 sm, 10 sm, teratomlar bir neçə dənə ola bilir ki, tük, diş, tırnaq olan kistlər var ki, biz onu kisti götürək, yumurtalıq qalır. O yumurtalıq yenidən yaşlanmasın. Hər bir əməliyyat bir travmadır o orqan üçün. Yaşlanmasın deyə tez ailə quru deyə deyirik. Amma belə heç bir əməliyyat olmursa, heç bir problemi yoxdursa, o adətən bir bəhanələr olur ki, ailələr tərəfindən. O bir bəhanədir. Tez ailə qur, uşağın olsun. Aydındır. Təşəkkür edirəm Buyurun, sizə. sağ Doktor, olun. var olasınız. Yəni, ən azı bunu da bildik. Yəni, belə bir problemin yoxdur. Bəs niyə qaçırsınız? Öldürüblər məni. Ki, tez ol, tez ol. Burada yeni gələn insanlar var. Seyruz var. Daha sonra Hilal var. Kənan buradadır. Daha sonra işlə bağlı müraciət edən Güləli var. Güləli də adını tərsinə asıbdır. Maşallah. Hə. Güləli var. Bu insanlar da işlə bağlı müraciət ediblər. Bu sabah biz danışacağıq daha ətraflı burada sizlə. Və Xalid də ki, Xalid də qaynatası ilə qaynanası deyəsən evdən çıxardıb. Hə. Anan. Ona bax nə tez reaksiya verdi. Qəsdən elə dedimi? Görüm nə reaksiya verəcək. Yəni mənimkilər eləməyib, onunki eləyibdi, hə?
Hə, Ləman? Bəli. Qaynanan səni pol taxtası ilə döyüb. Bəli. Həqiqi döyüb. Ha, döyüb. Nətər döyüb? Gəlmələrim gömrüydü. Niyə döydü ki sən? Evin sərgiyə salmışdım o üstündə. Deyir evi niyə təmizləmirsən döydü? Ay Ləman, adam. Mən işləyirdim Zaur müəllim. Elə bir qonşuda kraska vururdum. Aha. Hə də, yəni ustayam da maliyyə. Bilirəm, nə bilirəm. Gəldim evə, gördüm ki, nəsə qaşqabağını saldım, nə olub Ləman? Dedi, termosu var, onu keçirdi o bir otağa, elənsinə. Yəni onun üstündə dava düşüb də belə. Dava düşüb deyəndə ki, belə nətər deyimi, anam da olsa, yəni ki, hər şeyə deyinəndir, danışandır. Deyirəm nə olub ki, insan nə bilmi, valla. Çox deyinir, nə bilim, çox danışır. Zaur müəllim, o cür xəstəliyi var. Həyəcanlanmıram, yox. Qulaq as, sənin gücün nətər çatdı? Mən hər şey döyməyə zad qoymuşam kənara. Sənin ona gücün nətər çatdı? Basa-basa bir otaqdan o bir otağa apardın. Mənə də maraqlıdır, valla mən... Yüngül idi. Yüngül idi. Bəs o boyda kamotu aparan adam, kamota nə deyirlər bizim dildə bilmirəm, nədir onun? Hə, ona da. Yəni biz maksimum dərəcədə başqa dillərdən gəlmə sözləri istifadə etməməliyik, amma nəzərə alaq ki, biz əllərinə reqlamentlə kağız yazılıb verilmiş aparıcılar deyilik. Burada bədahətən fikirlər gəlir və burada ailələr gəlirlər, mövzular gəlir və biz burada fikir səsləndiririk. Kiminsə yazdığı cümlələri oxumuruq. Bunları da nəzərə almaq lazımdır. Bu qədər saatlıq efirdə və emosional efirdir. Hər kəsin ağzından bir avaz gəlir. Hər cür fikirlər səslənir burada. Bəzən görürsən ki, adam istər-istəməz ağzından hansısa kəlmə çıxır. Yəni, nə qədər olmasa biz fikir səsləndiririk. Mən bədahətən gələn fikirlərimi səsləndirirəm. Mən kiminsə yazdığı yazını oxumuram ki, qüsursuz nitq təqdim eləyək burada.